Küfədə bir zaman Əmirül-Möminin xəlifə idi. O dövrdə yaşayan bir yaşlı qadın var idi. Deməli, bu həmişə bir küzəni su ilə doldururdu, qapısının ağzında qoyurdu. Buna gülürdülər. Niyə sən bu işi görürsən? Xanım deyirdi ki, mümkündür bir heyvan susuz ola, amma su tapa bilməyim. Ərəb ölkələridir. Mən bu su küzəni qoyuram, digər canlılar gəlib bu sudan istifadə eləsin. Və bu bunun üçün adət idi, bunu daimi bu cür bundan, yəni belə bir əməllə yaşayırdı. Bir gün, bir zaman gəldi, Küfədə qıtlıq yarandı. Gəldilər, dedilər, ya Əli, istişqa yağış yağdırmaq namazı var, duası var ki, səhraya çıxırsan, onun da xüsusi qaydaları var. Dedilər, ya Əli, sən imamsan, bizim üçün Allahdan istə, Allah bizi bu quraqlıqdan xilas edər. Həzrəti Əli əleyhissalam insanları çağırdı. O insanların içində həmən yaşlı xanım da var. Baxın, mərhəmətli olmağın o hədis dedi Peyğəmbər Əkrəm, Allah onlara görə yeryüzünü, hətta günahkarlar da onlara görə ruzidən faydalanırlar. Həzrəti Əli əleyhissalam tarixdə yazırlar, heç əllərin göyə qaldırmamış, çünki Allah niyyətdən hali idi. Yağış, göyə bulud gələrək, yağış yağmağa başladı. İnsanlar dedi, ya Əli, sən heç Allahı çağırmadın, heç əllərimi onun dərgahına qaldırmadın, biz amin deyək. Necə oldu bu yağış yağdı? Çünki o imam idi, o hər şeydən xəbərdar idi. Dedi, sizin içinizdə bir yaşlı xanım var. O bu əməlin sahibidir ki, həmişə su olanda, çöldə, bayırda su qoyurdu ki, digər canlılar o sudan istifadə eləsin. Rəhm edirdi digər canlılara. Dedi, Allah o xanıma görə hələ biz öz əllərimizi onun dərgahına qaldırmamış, yağışı yer üzündə göndərdi. Odur, əzizlərim, biz bu gözəl əxlaqla, bu böyük bir nemətdir, bir əxlaqın ən gözəl sifətlərindən biridir mərhəmətli olmaq. Birincisi, öz evimizdən gərək başlayaq. Övladlarımızla mərhəmətlə davranmalıyıq. Ailəmizlə mərhəmətlə davranmalıyıq. Qohumlarımızla mərhəmətlə davranmalıyıq. Ata-analarımızla mərhəmətlə davranmalıyıq. Yaşlı ağsaqqallarımızla, gücsüz insanlarla, zəif insanlarla mərhəmətlə davranmalıyıq. Buna görə Allah hədislərə və ayələrə əsasən günahlarımızı bağışlar. Bizim xüsusi Allahın bizə qarşı məhəbbət və nəzəri olacaq ki, bunun üçün də xoş o insanın halına ki, Allahın həmən bəndəyə qarşı xüsusi nəzər və məhəbbəti olur.